Herkese salamlarsa kanalıma videoma hoş geldiniz. Bugün yeni bir videoda karşınızdayım. Videoyu geçmişten evvel dostlar kanalda destek için abone olabilirsiniz. Videomu beğendiyse like atabilirsiniz. Həmçinin dostlar Telegram kanalımıza hər birinizi gözləyirəm. Burada səhmlər və kripto valyutalar haqqında məlumatlar paylaşır, alış-satış siqnalları paylaşır, öz şəxsi analizlərini paylaşır, qazandırırıq, müzakirə edirik. Linki şərhlərdə olacaq. Gəlin videoya keçək. Bugünkü videoda dostlar ETF-lər haqqında danışacağam. ABŞ ETF-ləri haqqında danışacağım. Çünki başqa dövlətlərin ETF-lərinə yatırım edə bilmirik. Ümumiyyətlə ETF nədir dostlar? İlk öncə bunu desəm, ETF Exchange Trade Fund, yəni birjada alınıb satıla bilən investisiya fondları deməkdir. Bunu müxtəlif investisiya şirkətləri hazırlayırlar. ETF-ləri, məsələn, stok ETF-ləri var, yəni səhm ETF-ləri, şirkət səhmləri ETF-ləri və yaxud qızıl ETF var, gümüş ETF var, platinum ETF var, əmtələr götürsək ümumi. Bondlar var, yəni şirkət istiqrazlarının ETF-ləri var, texnoloji hissələrin ETF-ləri var, gördüyünüz kimi Vanguard'ın falan. Ən yeni ETF-lər Bitcoin ETF-idir, Ethereum-dur, yəni bunların da ETF-ləri var dostlar. Solana da ETF olmalıydı, yəni amma burada çətin taparıq. Solana da çünki sonuncu, üçüncü daha doğrusu ETF qəbul edən kriptovalyutaydı. Gördüyünüz kimi burada gümüş ETF var. Neyse dostlar, yəni ETF-lər bir kisə kimi təsəvvür edin. Həmən kisə, məsələn, Bitcoin ETF-dirsə, şirkət Bitcoinlər alıb yığır və siz də oraya yatırım edirsiniz. Bitcoin dəyəri qalxarsa, həmən qazancın bir hissəsini şirkət sizə pay olaraq verir. Həm dividend şəklində, yəni gəlirin müəyyən bir faiz şəklində. Məsələn, ildə gəlirdəki bir il ərzində gəlirdəki ümumi məbləğin 1% qədər və yaxud da 2% qədər. Belə dostlar, yəni dividend verirlər və ETF-lərin dəyəri qalxa bilər. Amma dostlar, ETF-lər yəni təsəvvür elədiyiniz qədər çox qazandırmır. Məsələn, gəlin daha doğrusu 3 ETF üzərindən misal göstərək. Vanguard Total Bond Market nə deməkdir? Yəni Vanguard şirkətinin ümumi ABŞ istiqrazları ETF-idir bu. Bu ABŞ istiqrazlarını bir yerə toplayıb, yəni təsəvvür edin $5000 qırağa pul ayırmısınız, 5000-in 1000 dollarlarını bölüşdürərək ABŞ istiqrazlarına yatırım eləmişsiniz. Bir ABC istiqrazı ildə 4,125% qazandırırsa, biri 4,1375 qazandırır, biri 4%, biri 4,5, biri isə 4,25% qazandırır. $5000 bu 5 istiqraz arasında böldük təsəvvür edin. Və biz belə baxırıq ki, yəni biz bu $5000 çox qazana bilməyəcəyik. Ona görə bir fond yaradaq və başqa insanların da pullarını bura cəlb eləyək. Cəlb elədik, insanlar da bura yatırdı və nəticədə bu faizlər nəticəsində bu istiqraz nədir dostlar? İstiqraz isə faiz vəd edir, dövlət isə faiz vəd edir. Yəni əsasən dövlət məsələn iqtisadiyyatı inkişaf eləsə, bu pullar, yəni bu istiqrazları sataraq iqtisadiyyatını inkişaf elətdirir, nələrsə tikir, düzəldir və nəticədə bu inkişafdan sonra sizlərə müəyyən pul ödəyir dostlar. İstiqrazları məbləğini sizə ödəyir. 1 ildən sonra, 4 ildən sonra, 5 ildən sonra müxtəlif istiqraz növləri var. Yəni bu ETF-lər də istiqrazları toplayır dostlar. Amma yəni gördüyünüz kimi 2007-ci ildə yaranan Vanguard Total Bond Market ETF-i hal-hazırda 1% zərərdədir. Yəni heç bir mənası olmayan bir yatırım, mənası olmayan illərdir dostlar. Ona görə də dostlar, əgər siz pulunuzu dəyərləndirmək istəyirsinizsə, istiqrazları boş verin, ETF-ləri hardasa boş verin, digər məqamlara birazdan keçəcəm. Yəni dollardır, lirədir, manatdır, bunları saxlamağı, gizlətməyi, qıraqda dar günlər üçün saxlamağın heç bir mənası yoxdur. Çünki hər gün bunlar dəyər itirir, hər gün daha da dəyərsizləşir. Bugün 5 manatınız varsa, bir ay sonra o 5 manat 5 manat deyil, 3 manatdır dostlar. Bunu yadınızdan çıxarmayın. Ona görə də dostlar, ETF-lərdə ümumiyyətlə bu bond hissəsinə, yəni istiqraz hissəsinə ümumiyyətlə daxil olmayın dostlar, zərərli çıxarsınız. Vanguard'ın S&P 500 var dostlar. Bu kimlər üçündür? Məsələn, deyə bilərsiniz ki, mən risk ala bilmərəm, bu risk mənim ürəyim dözməz və s. və ilə axır, bacarmıram, məlumatım yoxdur. S&P 500 ümumi olaraq dostlar gördüyünüz kimi 506 hissənin toplandığı bir hissədir. Və siz buradan, burada gördüyünüz kimi Nvidia yatırım ediblər, Microsoft, Apple, Amazon, Meta platform, Broadcom kimi şirkətlərə yatırımlar ediblər və maliyyə, perakəndə satış, sağlamlıq texnologiyası və s. kimi şirkətlər də var dostlar. Yəni bu kimi ETF-lərə yatırım edə bilərsiniz. Bəli, gördüyünüz kimi 15 il ərzində 5x cəmi pul qazandırıb. Yəni $100,000 15 il ərzində $500,000 olub. İndi inflyasiyanı hesablamasaq 5x qazanmışsınız hesablasaq
bəlkə heç 1,5x də qazanmamışsınız. Yəni ETF-lər çox az qazandırır. Bunu nəzərdə tuturam. Məsələn, burada qızıl ETF var dostlar. Qızıl, yəni son zamanlarda qızıl qalxıb. Gördüyünüz kimi 2022-yə qədər qızıl sabit və yaxud azca yüksələn bir əmtə idi. Yəni ümumiyyətlə dostlar, qızıl sizin pulunuzun dəyərini qoruyacaq ən birinci varlıqdır. Daha doğrusu sondan ən birinci. Yəni ilk olaraq sondan ən birinci qızıl ağlınıza gəlsin. Qızıl ondan əvvəl gümüş də ola bilər məsəl üçün. Gördüyünüz kimi qızıl məsələn daha doğrusu 21 il ərzində 7x qazandırıb dostlar. 21 ərzində 7x belə baxanda azdır. Amma yəni sizin deməli varlığınızı qoruyub, yəni daha doğrusu pulunuzu qoruyub dostlar. Yəni ümumi var dövlətini və s. qoruyub. Yəni əgər yatırım etsəydiniz, tutaq ki 2004-cü ildə məsələn 100 min dollar yatırım etsəydiniz, 100 min dollarınız hal-hazırda yenə də 100 min dollar olacaqdı. Amma məsələn 100 min dolları manat, dollar və yaxud başqa valyuta olaraq saxlasaydınız, o 100 min dollar bəlkə bir 40 min dollar falan olacaqdı. Yəni qısa sadəcə sizin pulunuzun dəyərini qoruyur. Belə yəni dostlar, gördüyünüz kimi deməli ETF-lər dividend də verirlər. 3% məsələn dividend verir, amma bu dividendlər deməli dostlar illik olaraq qazanc verir bu dividendlər. Yəni illik 3,79% qazanc verir. Yəni bu da elə bir böyük bir qazanca gəlib çıxartmır. Nəticədə yenə də ETF-lər dostlar sizin əgər milyonlarla dollarınız varsa, ETF sizin pulunuzu qoruyacaq, bəli. Məsələn, S&P 500 sizin pulunuzu qoruyacaq, qızıl sizin pulunuzu qoruyacaq. Amma yox, deyirsiniz 10 min, 20 min, 100 min dollar belə, yəni mənası yoxdur belə ETF-lərə yatırım eləməyin. Yəni ayrıca səhm almaq, biraz öyrənmək, səhmin nə olduğunu bilmək, necə analiz edirdiyini bilmək sizləri pulunuzu hər gün daha da dəyər qata bilər. Bunun üçün videolarımı izləyə bilərsiniz məsəl üçün. Belə dostlar, yəni ETF-lər sizə hardasa pulunuzun dəyərini saxlaya bilər, hardasa dividend verə bilər, amma sizə heç vaxt səhm və yaxud kriptovalyuta kimi qazandıra bilməz və yaxud səhm və ya kriptovalyuta kimi itirdə bilməz. Yəni pulunuzu səhm daha təhlükəsizdir, baxaraq səhm məsələn penny stoklar daha təhlükəlidir, amma kriptovalyuta hamısından daha təhlükəlidir. Nəticədə daha çox qazandırma imkanı səhm və kriptovalyutalardadır dostlar. ETF-lər bunları sabit, sizin pullarınızı sabit saxlamaq, azca qaldırmaq üçün bəs edə bilər. O da baxır hansı ETF-lər. Amma yəni gözlədiyiniz kimi ETF-lərə 100 dollar, 1000 dollar atasınız, bir ildən sonra da 10 min, 20 min elə bir şey gözləməyiniz normal deyil dostlar. Çünki o qədər qazandırmayacaq. Belə dostlar, ümid edirəm ETF-lərə başa sala bildim. Yatırım etmək istəsəniz qızıl ETF-lərinə yatırım eləyə bilərsiniz və S&P 500, Nasdaq 100-ə yatırım eləyə bilərsiniz əgər istəsəniz. Belə yəni pulunuz belə daha təhlükəsiz olacaq. Bondları heç vaxt yatırım eləməyin dostlar, çünki dolların dəyəri düşə-düşə gedir və yaxud fərqi yoxdur. Bütün valyutaların dəyəri həmişə düşəcək. Yəni buna yatırım etmək üçün mənası yoxdur. Videomu bəyəndinizsə like edə bilərsiniz. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşərik.